Xanımlar, bu maska sizin üzünüzün dərisini nəmləndirəcək, qocalma proseslərini ləngidəcəkdir. Bunun üçün bizə bir ədəd kələm yarpağı lazımdır. Kələm yarpağını sürtkəcin ən xırda gözündən keçirdirik. Əldə etdiyimiz kələm pulpasını bir qabın içərisinə bir xörək qaşığı əlavə edirik və üzərinə bir çay qaşığı bal və bir xörək qaşığı süzmə qatıq tökürük. Bu maskanı tam bir-birinə qarışdırdıqdan sonra üzünüzə tətbiq edə bilərsiniz. Maskanı 20 dəqiqə saxlamaqla həftədə 2 dəfə istifadə edin. Maskadan sonra üzünüzü əvvəl yılıq, sonra isə soyuq su ilə durulayın və nəmləndirici çəkməyi unutmayın.